əzizlərim, gedirəm teatra. Özbəklər musiqili komediyada Milli Akademik Musiqili Dram Teatrı gedir deyəsən. Oraya gəlib qaynanam, yəni qaynana teatrını da bilmirəm bizim qaynana teatrıdır, ya özlərinin o tipdə qaynana teatrıdır. İnternetdə saat 6 yazılmışdı, amma dəvət edən şəxs mənə saat 7-də dedi, gedək görək. Orada çəkməyə qoymalar, yalnız sağollaşanda çəkə bilirəm. Bu da mən musiqili dram teatrında sizə lokumu göstərim. Boynumdakini bu arada özüm düzəltmişəm. Hello azizlərim, good evening. Öskürdüm, biraz pamadam getdim. Nəysə, özbək teatrı, özbək dilini anlamadın ki, dönəhimə mənəm. Anlamaq olur da ortada. Aslında özbək dilini diqqətlə baxsa, elə bilin ki, necə deyək. Rus dilini bilənlər Ukrayna, Belarus, Balqar, Çex dillərini anlaya bilərsə, biz də elə özbək dilini anlaya bilərik. Amma bir iş var. Mən güclə anladım, ştok çimudum. Gəlin də indi mən Instagramımda blog yazmalıyam və yaxud sizə nəsə izah eləməliyəm. İnanın, heç nə bilmirəm. Axırı bir özbək tapdım, teatr administratorudur. Bir tər mənə izah elədi. O da belə aksentlə rusça danışırdı ki, şükür. Nəysə, adeta özbəklər qəşəng danışır rusça. Sonra da elə bildi ki, mən rusam. Dedim, yox, mən yerliyəm, mən sadəcə blogerəm. Mən istəyirəm blogumda qeyd eləyim. Bilmirəm, müəllifi kimdir, rejissor kimdir, aktyorlar kimdir. O da bir yana mən teatr məzunu, nəysə. Mən belə başa düşdüm ki, bir-iki qadın olur, özlərinə həyat yoldaşı axtarırlar. Qız qadın olur, bir dənə də kişi olur, 2 dənə arvadı olur, arvadın arasında veçinə qırğınlar düşür. Sonra bir santexnik gəlir, mən sizə nağıl danışacağım. Bir santexnik gəlir və bu santexnik buradakı subay qızlardan birinə vurulur. Nəysə, hər öz tərəfinə dartmaq istəyir, ən sonunda istədiyi qızla nişanlanıb evlənir. Olur happy end. Oy, sizi güldürüm. Deməli bir xanımla elə oldu ki, arda-arda getdi və yan-bayan oturdu. Yaşlı xanımdır, məndən yaşlı, çox yaşlı olar, bir 65 yaşı olar. Bu xanım elə bilir ki, pulsuzdur teatr, hamı pulsuz gəlir. Sadəcə bunu mənim kimi dəvət ediblər bu xanımı. İndi çıxırıq. Məni bütün şey bu elə bilir ki, mən də izah edə bilmirəm ki, xanım pulsuzdur. Yapışıb bu, pulsuz deyil. Yapışıb bu, oradakı nəzarətçilərdə, nəzarətçi xanımın biridir. Çünki Muskomediyada rusça da olur, teatr Azərbaycancada, bu özbəkçədir, neysə. Axırda birisi o bursuna deyir ki, şeydir də, rusça başa düşmür o. Nəysə, yapışıb bunlardan ki, pulsuz teatr nə vaxt olacaq, pulsuz teatr nə vaxt. Deyirəm, axırda Aysuvar Kəsxanın tanış olmuşduq, adı bilirdim. Teatr pulsuz olmur, Teatr biletləndə pul ödəyirsiniz. Ondan da qabaq izah eləmişdim ki, bura pulsuz teatr deyil də, yəni ki, ödənişi var. Sonra da hətta məndən soruşmuş ki, neçə olur? Dedim ki, elə teatr var 8-15, elə teatr var 10 manat 20, elə var 20-30 manat, nəysə daxilində olur. Baxırsın, i-tiketdə də, nəysə i-tiketi bilmədiyi üçün nəysə bilet satılan yerdir. Deyirəm, ha xanım, bura teatr pulsuz olmur, sadəcə məni də kimsə dəvət eləyib. Olur kimlərdirsə dəvətnamələr və öz yaxınlarını dəvət edirlər. Sizi də dəvət ediblər. Əgər sizi kimsə dəvət edibsə, bu demək deyil, teatr pulsuzdur. Sadəcə indi tanışdı, kimdir, nədirsə, teatr şey eləyim. Hətta mən xanıma Facebookda teatrlarımızı yaşadaq səhifəsini göstərdim ki, orada bir də görürsünüz ki, dəvətnamələr olur. Yəni, qrup üzvlərinin deyir ki, məsəl üçün, bu teatrda filan qədər yer var, kim istəyir gedə bilər. Nəysə, arvad yapışıb ki, pulsuz teatr nə vaxt? Yox, deyir, pulsuz teatr nə vaxt olacaq?
Axırı bir təhər başa saldım ki, rusca da deyirəm, anlamırım bədə. Deyirəm, ay xanım, axırda rusca bir təhər aldım. Sərdən mən qəşəng bilmirəm rusca. Axırda dedim ki, xanım, бесплатного театра не бывает, просто вас пригласили. Вы пришли по пригласительному, но это не обозначает, что театр бесплатный. У некоторых людей есть пригласительные, и они приглашают своих знакомых. И вас пригласили ваши знакомые. Yani ki başa düş, hay xanım. Nəysə, dəhşət. Arvad məncə axırı can anlamadı ki, teatr pulsuz deyil, sadəcə bunu dəvət ediblər. Burada Elxan Elattanın kitablarıdır. Və Çingiz Abdullayevin, Agatha Christie, Azərbaycancadır. Beyaz Şeytan da var. Burada endirimli kitablar var, 10 manata olan kitablar var. Çox maraqlı gəldi bu mənə. Baxın 6 manata düşübdür. Mən başqa bir kitab axtarırdım, yalan nə deyim. Bu da yoxdur. Burada 65-70%lik endirimli kitablar var. Burada 25-30%, burada da 40%lik kitablar var endirimli. Yuxarı qalxırsınız, burada 80%lik endirimli kitablar var, amma istədiyiniz kitabı gərək axtarasınız. Baxın, yazıblar, bu rəfdə endirimli kitablar var. Sadəcə mən istədiyim kitab yoxdur endirimdə. Heç yoxdur, nə endirimli, nə endirimsiz.